Barış səsi. Sizin səsiniz. Bismillahirrahmanirrahim. Və onun ayrı qüdrət nişanələrindən göyləri və yeri xəlq etmək və dillərinizin və rənglərinizin fərqli olmasıdır. Bunda da alimlər üçün böyük ibrətlər vardır. Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq və bir-birinizlə tanış olub anlaşmanız üçün sizi millətlərə və qəbilələrə ayırdıq. Həqiqətən, Allah yanında sizin lap hörmətli olanız Allahdan lap çox qorxanızdır. Şübhəsiz ki, Allah biləndir, hər şeydən xəbərdardır. Barış səsi. O adam ki, behişt ilə cəhənnəm onun önündədir, işsiz və dinc ola bilməz, əli boş ola bilməz. Tələsik çalışan can qurtarar və öz işində yava olan ümid var ki, can qurtarsın, öz sulunu bir yana çəkə bilsin və öz işində qısta gələn birisi ki, yeri oddur. Sağla sol azdırandır və düz yol orta yoldur. Kitabın və peyğəmbərin izləri bu yoldadır və sünnətə yol tapmaq yolu da bu yoldur və qayıdış yolu da odur. بازار آنلاین صنایع دستی سارای www.saraycrafts.ir آدرس اینستاگرام ما سارای کرافتس. در دنیای مدرن اصیل بمانید. Kimcərim? Gələ şayə gör biləsin. Qardaşındır. Kimimdə? Qardaşındır. Gəlirəm. Yaxşı, atacı. Ustamamı top əlində qola yaxınlaşır. Hamını çetrəyə qabağa sürür. Şortunun heç aksin var. Az sağa, az sola. İndi bir ləvə gör satırım. Yekə danışı sana. Atacam. Amma böyle böyük küçük bucağı bəlli deyil. Bu yeterlikdə yerdə necə ideyi tapa biləcəyik ra? Kızım, nigaran olma, mənə tapşır. Hətmən burada bir nəfər var ki, bizə bələd olaq. O mazalaq başa bax, 9 vat mühəndislərinə taydır. O bilər, bilməsə də bizə... Mən sənin səlahını istəyirəm. Məndəki heç zat deyəməm. Yox. Birinin istəkləri kontrol edirdi və əlbəttə bir dəqiqə qabağacanda bizi. Cəmiçilər hardadılar? Öldüyüb. Oh, mənim işimdir. Ana, Jamie gətirmişəm. Gedin, 3-cü faza. Sizin səsiniz. Barış səsi. Türk dilində mədrəsə
Vardı burada hər kəs, hə. Bura haradır? Barış səsidir. Biz barış səsində dildən, tarixdən, coğrafiyadan və hər nə ki türklərə rəbti var danışırıq. Barış səsi ilə şəhribin, kəndibin adi mənasını öyrəşə bilərsən. Azərbaycanımızın görməli yerlərini tanıya bilərsən. Barış səsi oxuduğunda mədrəsəsində yaş sınırımız yox. Uşaqlara türkü kartonumuz var, böyüklərə də karton və izafi tarix, coğrafiya, fəlsəfə və dildaşlarım. Barış səsini Barış səsi adı ilə ictimai ağlarda, şəbəkələrdə axtarın, təqib edin, bəyənin, paylaşın və dostlarınıza tanıtın. Barış səsinin təkcə dayağı siz millətimizsiz. Bizə, elimizə, dilimizə dəstək olun. Öz dilimizə dublə olunmuş kartonları da Barış Səsi saytından download edə bilərsiniz. Barış Səsi. Adımızı Barış Səsi seçdik. Niyə ki, barışmağı düşünürük. Barışmaq bir tərəfə olmaz. Barışmaq feili iki nəfər ya iki tərəfin arasında baş verər. Barışmaq üçün özümüz və qonşularımızla konuşmalıyıq. Farsçada həmsayə deyilənə biz qonşu demişik. Qonşuyla konuşmaq gərəkir. Qonşu lüğətdə danışıb birini başa salmaq mənası da verir. Barışı başa düşməyən barışanmaz. Şəfahi bir millət olduğumuz üçün səs və təsvir ilə konuşmaq istəmişik. Heidegger demişkən, dil varlığın evidir. Uşaq animationlərini türkcəyə dublaj etməklə barışmağı başlamışıq. Uşaq animationlərində seçdiyimiz dil ırqçılıq, seksizm və başqasını aşağılamaqdan uzaqdır. Sevgi, məhəbbət və yoldaşlıq barış səsinin ayrılmaz ünsürləridir. 1397-ci ilin payız fəslində Barış Səsi Media Qrupu rəsmi olaraq doğuldu. Hüseyn Əli Məhəmmədi yapımcı, baş müdürü və Əli mütərcimi, proje müdürü olaraq Barış Səsinin qurucu üzvləridir. Barış Səsi Media Qrupu indi din bölümündə Nəhcül Bəlağəni Azərbaycan türkçəsinə səsləndirir. Dil konusunda türkçənin özəlliklərini qıssa kilip olaraq yayımlayır. Tarix, fəlsəfə, coğrafiya, fərhəng, hünər, uşaq və ailə konularında isə çeşidli türkü möhtəvalar yayımlayır. Tək əlin səsi çıxmaz, birlik güc doğar. Birləşək. Barış Səsi. Müddüşdə çox bilirəm. Denən görüm, sən ki böyüksən, ağıllısan, hər zadın dəyişilməsindən nigaran dəyilsən. Yox. Doğrudan. Mən bilmirəm necə dözüm ki, sənin kimi böyük olum, heç zaten nigaran olmayım. Mənim mənzurum bu deyildi. Mən nigaran deyiləm, çünki sən varsan, Elsa var, Kristof var, Esvin vardı, hamı varkən, mən də tək deyiləm. Heç vaxt bozulmaz, doğru sevgi qaydası. Gələcək məni səsdir, uçan yapraqların dilində, deyir sevgini dilində, söylə bilsin sevgilində. Yurdumuzda hər nə gözəldir, gözəlliyi dildə məsəldir. Başı göylərə dəyən bayrağımız var. Bayrağımız var. Barış Səsi. Simba. Atam. Simba. Sən gərək yerini həyat döngəsində tapasan. Hətmən. Kim olduğunu unutma. Doğru bir sultansan. Üzgünəm. Mən bilmirəm ki, nəcür sənin kim ola. Mən şah olaraq buna öyünürəm ki, oğlum sənsən.
qabaqca belə idi. Yox, Simba. Həmişəlik belədir. Kim olduğunu unutma. Unutma. Bir də soruşuram. Sən kimsən? Mən Simbayam. Mufasanın oğlu. Atam demişdi işıq saçılan hər şeyə görə savaşmalıyam. Mən savaşmasam kim savaşacaq? Mən də savaşaram. Xətərli ola şayət. Xətərli? Mən özüm xətərə gülümsəyirəm. Paşam, öz evinizə xoş gəlibsiz. Mufasa ola bilməz. Anamdan uzaqlaş. Salam, nazlı dostu yoldaşlarım. Necəsiz? Qoy görüm. Gəlmisiniz Doktor Pandadan gözəl oyunlar, faydalı bilgilər və çoxlu başqa bir zadları öyrəşəsiz. Çox da qəşəng. İndi də ki Doktor Panda gəlsin. Amma mənim qısa bir sözüm var. Bilirsiniz kimlə? Ana-atalarla. Ana-atalarınız yadınızda olsalar, çağırın deyin, ana, ata, barış səsinin sizinlə işi vardı. Çox sağ olun uşaqlar. Salamlar sevimli ana-atalara. Doktor Panda'nın bu paketində olan bölümləri sizə tanıtdırıram ki, siz də biləsiniz bu paketdə nə mövzularda video uşaqların öyrəşməsinə hazırlamışıq. Birinci bölüm. Diş döktüründən qorxma. Uşaqlar diş fırçasının zaruri olmasını və şokolad kimi bərk yeməklərdən dişlərini qorumağı öyrəşir. İkinci bölüm. Toto dadaş birdən ona can sayır və beləliklə yuxusu tutur. Riyaziyyat bu bölümdən başlanır və uşaqlar bilir ki, gecə tez yuxlasınlar. 3. Qış paltarını geyməsən, qışda sənə soyuq dəyər. Maral huşlu qız oğlanlarımız öyrəşir ki, hər yerin özünə görə münasib paltarı var. 4. Toto bir qəhrəmandır. Niyə ki bilir urjansın telefon şumarəsi necədir? Urjansın şumarəsini və imeni məvaridin önəmli olmağını öyrədirik. 5. Çəpənəklər fərqli rənglərdə və boyalarda olarlar. Boyaları öyrəşirik. 6. Asansora minmək. Asansora minməyin qayda qanununu öyrədirik. 7. Heyvanların səsi bir-birindən fərqlidir. Bu bölümdə öyrəşirik Şimal qutbun havası və dəması biz yaşayan yerin dəması ilə fərqli olar. 8. İçsək nə edək? Uşaqlar öyrəşir, ana-atasının şumarəsini bir kağızda yazıb həmişə öz yanında saxlamalıdır və itəndə qorxmayıb, qəribələrlə danışmayıb və tanışlardan yoxsa polisdən yardım istəsin. Və yardım istəyən zaman yerində dayanıb təkcə ana-atasına zəng atsın. 9. Riyaziyyat bilən təbiəti bulaşdırmaz. Riyaziyyatı davam veririk və təbiəti təmiz saxlamağı mühüm bilirik. 10. Cəhətlər. Sadə coğrafi nəqşələri oxuyub və cəhətləri öyrəşirik. 10-cu bölümdən sonra paketin ardını sizə tanıtdıracağam. Sağ qalın və uşaqlara deyin ki, Doktor Panda az qalır yoldan yetişə. Şokolad. Bitti şokoladlarım. Olsun üzülmə Tata, yuxlamaq vaxtıdır. Yaxşı Tata canım, görüm o dişlərini. Bax şokoladlara yapışıb dişlərinə. Düzgün iş budur ki, yatağa getməmişdən dişlərimizi fırçalayaq. Üst, aşağı, oyan, buyan. Üst, aşağı, oyan, buyan. Üst, aşağı, oyan, buyan.
İndi bir dəfədə. Üst, aşağı, o yan bu yan. İndi boşalt. Çox gözəl. Dişlərin yenə də ağappaq olub parladı. Günaydın Toto. O, müşkül nədir Toto? Dişlərin ağrıyır. Bəlkə dünənki şokoladlara görədir. Şokoladın çoxu dişlərə zərərdir. Nigaran olma Toto. Mən bilirəm kimdən kömək alaq. Diş doktoru. Diş doktoru bizim bu dişlərimizə baxar. O dişlərinin müşkülünü tapıb və ağrını kəsə bilər. Qorxma, bu səs doktorun əbzarının səsidir. Gülməli səslərin hamısı onun səsidir. Qorxmağa heç zad yox. İndi Riti sənin dişlərinə baxacaq. Gərək ağzını başardıqca bu yetəlikdə açasan. Toto, bu fəqət bir çıraqdır. Bax. Ona diş borubu və diş aynası deyərlər. Rit onların köməki ilə eləyə bilər ağzımızın gizli yerlərinə baxa. Amma indi siz, bax, görsədim. Gördün? Əslən qorxusu yox. O fəqət X əşənin maşınıdır. O doğru düzgün əkslər sənin ağzının içindən sala bilər. Oldu. Bitti. Görürsən? Sənin təzə bir dişin çıxır. Ona görədir ki, ağrıyır. Şokolad. Onlar almadılar Toto. Lap yaxşı şokolad yemək üçün. Yeməlidir amalar. Uşaqlar, mən Doktor Pandayam. Mənim omuz videolarıma barışsəsi.com'da baxıb yoldaşlarınıza tanıtdırın. Barış Səsi. Çox gecdir. Yuxlamaq vaxtıdır Toto. Nigaran olma Toto. Sabah yenə də oynarsan. Gecən ulduzu Toto. Yaxşı yuxular. Nə eləyirsən Toto? Bayıxun gəlmir. Olsun Toto canım. Mən qəşəng bir yol göstərərəm ki, yuxun tutsun. Qoyunları sayaq. Yox Toto. Mən doğru qoyunları demirəm ki. Çox rahatdır. İndi gözlərini yum. Elə sanki bir sürü qoyun var ki, çəpər üstündən atılır. Saymağa başlasan, tezliklə yuxuya dalarsan. Başlayaq. Çox gözəl. Uşaqlar, siz də Totoya kömək eləyə bilərsiniz. Atılan qoyunları sayaq. Bərəkanla sizə. Gedək başlayaq. Bu bir qoyun. Bir, iki qoyun. Bir, iki, üç qoyun. Bir, iki, üç, dörd qoyun. İndi neçə dənə qoyun görürsünüz? Bir, iki, üç,
4, 5 koyun. Wow. Uşaqlar baxın qoyunlar ayaz harcədir. 1, 2, 3, 4, 5, 6. 6 qoyun. Bir, 2, 3, 4, 5, 6, 7, 7 qoyun. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 qoyun. Nəyləyirlər? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 9 qoyun. Bir daha sayaq. Hazır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 qoyun. İşiniz düzdür uşaqlar. Bütün qoyunlar yığışdılar bir yerə. İndi yuxun gəlir Toto. İndi fikir edirsən, yuxlaya bilərsən. Mənim özümün də yuxum tutdu. Uşaqlar, mən Döktür Pandayam. Mənim amuzəşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Günaydın Meymi. Gördün keçənə qədər qar yağıbdı. Doğrudan qış gəlib. Çox şaxtadır. Bəpnə alət qar adamı düzəldirlər. Gedək bizə qatılaq. Dayan Meymi. Elə ötürə paltarla qaçma. Oh Meymi. Yaxtısan? Qar, buz. Dondun Meymi. Qaç içəriyə, indi soyuq dəyər. Həməşə qarlı həyata çıxmamışdan qabaq isti paltarlarını giy. İsti paltar seçmək üçün necədə uşaqlardan yardım alaq. Uşaqlar deyə bilərsiz Meymi soyuq havaya çıxmaq üçün gərək nə mənə geysin? Sağ olun. Qış paltarı. Yaxşı, hər nədən qabaq bir börc seçməliyik ki, Meyminin başını isti saxlasın. Gəlin gərək nə mənəmiz var? Günəş şapkası, toxunma börcü, yoxsa dəniz ağrılarının börcü? Bu dəniz ağrılarının börcü çox yaraşdı, amma soyuğa iş verməz. Uşaqlar siz bilirsiniz, lap yaxçısı hansı ola bilər? Tam doğrudur. Toxunma börcü qışdan ötürdü. İndi Meymi üçün isti bir kod seçməliyik. Diqqətli baxın gərək nə mənəmiz vardı. Yaxşı, deyin görüm. Yağmurluq, sahil kotu, yoxsa isti kapşen? Doğrudur. Kapşen bizi qarçılaq soyuğundan qoruyar. Çox gözəl. İndi Meyminin əlləri. Hansı əlcək lap yaxçı olar? Zibil əlcəyi, toxunma əlcək, yoxsa boks əlcəkləri? Bu sıçan çox cürətlidir. Amma boks əlcəyi ilə qar oynamaq olmaz. Uşaqlar sizdə hansı əlcəklər qar üçün yaxçıdır? Bərəçana! Toxunma əlcəklər qoymaz Meyminin barmaqları dansın. İndi sən qar gülləsi oynamağa hazırsan Meymi? Bu qar adamını mən qabaqca bir yerdə görmüşəm ba. Amma niyə şal taxmayıbsınız bə? Ha? Hara getdin Meymi? İndi oldu. Sağ olasan Meymi. Xoş etsin uşaqlar.
Hələlik. Uşaqlar, mən Döktür Pandayam. Mənim amuzəşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Oh. Gör nə gözəl gündür bu günü çox sürmək üçün. Fərman yerindən çıxıb, az qalır suqut eləyim. Kim gəlir? Süper Tosbağa yardım qrupu yoldadır. Sağ ol süper qəhrəman, sən bir dənəsən. Yenə də birinin canını qurtardır. Ne olup durdur pandan? Ne yaşıyoruz siz içiyiz? Salam Beb, biz oynayırıq. Bütünün oyununda Toto süper qəhrəmandır. Elə indi mənim uçağımı düşməkdən qurtardı. Düz eşittiğim süper qəhrəman? Ne talib. Hatsvır ne olup? Benim 2 tane biletim var. Süper qəhrəmanların Türkçe dublasına. İstersen gelesin Toto. Film gider. Dayan bir dəqiqə Toto. Eləyə bilərsən sinema salonundan tərxini sürəsən, amma gərək kasket börçünü taxasan. Bu səni qorumaq üçündür. Hələ bunu da deyim bil ki, bu börçünə lap süper qəhrəmanlara oxşarsan. Süper Toto. Sən necə Beb? Sənin kasket börçün harda? O kasket istəmirəm Döktür. Mənim özümün qəşəng börçüm var. Qaşşərəş Toto. Əlbəttə süper Toto. Süper Toto gəlir. Sinemada xoş keçsin biləsə. Bax bura. Deyəsən züymət vaxtidir Toto dadaşım. Sinemaya əvvəldə çatan bu oyun udacaq. Beb kasket istəyir. Kasketi boşda 3'e can sayıram. Sonra sürək. Beb kasketin yok. 3, 2, 1. Sür. Gedək. Çox cəfəri. Görəsən sinema niyə şey çəkir? Kömək, kömək. Beb, sənə nə oldu? Mən biraz yeyim və diqqətsiz gedirdim Döktür. Başında gör nə mənə çıxıb Beb? Doğrudan kasketim gərək olardı deyəsən. Nə yaxşı ki, huşlu Toto bilirdi ki 115 urjansın şumarəsidir. Sən doğrudan qəhrəmansan. Süper Toto. Amma heyif oldu. Türk animation'dan qaldıq. Süper qəhrəmanlar bitdi. Yaxşı bir xəbər. Türk animationlara barışsəsi.com-da baxmaq olur. Özüdür. Siz ikiniz də süper qəhrəmansınız. Uşaqlar, mən Döktür Pandayam. Mənim amuzəşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Vau, çox gözəl bir çəpənək seçibsən. Çəpənək. Müşün nədir Toto? Sən istəyirsən başqa bir çəpənək seçəsən? Necədir Leonla cərişək? O hər nəyi təbiət və heyvanlara görə başarar. O bilər çəpənəkləri harda tapa bilərik? Leon! Oldu. Dayan görüm, çantalarımız var, nəqşəmiz var və çəpənəklərə görə yazılan kitab. İndi biz təbiəti cəzib örgəşməyə tam hazırıq.
Biz 3 dənə ayrı yollar görürük. Yaxşı olar ki, nəxşəyə baxıb doğru yolumuzu seçək. Baxın, ora bizim məqsədimizdir. Gülü çiçəkli bağ. Birinci yol, ikinci yol, yoxsa üçüncü yol? Qoy baxaq görək, birinci yolun sonu hara çatır? Yox, bu yolun sonu bağlıdır. Biz istəyirik gülü çox olan bağa gedək. Gəlin ikinci yolu sınayaq. Özüdür. Bu yol düz gülü çiçəkli bağa çıxır. Yola düşək. Biz başardıq. Baxın görün nə qədər gözəl çəpənək var burada. Oldu. Deməli bu çəpənəki çəkmək istəyirsən. Axtaraq görək taparıq. Toto istəyən çəpənəkin rəngi qırmızı deyil. Uşaqlar deyə bilərsiniz çəpənəklərin hansısı qırmızı deyil? Bərəcanlar, bu 4 çəpənəkin rəngi qırmızı deyil. Toto seçdiyi çəpənək göy, yəni abidir. Və qanadlarında xal yox. Uşaqlar, siz tapa bilərsiniz o çəpənək hansı ola bilər? Bərəcanla sizə, xalsız abi çəpənək budur. Çox gözəl oldu Toto. Doğrudan hünərlisən. Bax bura. Gecədə uçan çəpənək. Bərəcanla sənə Liya. Bu gecədə uçan çəpənək ağac başında yaşar. İndi bu qara kölgələrin hansısı onun şəkli ola bilər? Görəsən bu ola bilər? Yox, bu bayquşdur. Olmaya budur. Özüdür. Buradadır. Alqışlar. Gecə çəpənəyini çox duzlu çəkdin. Wow, gör nə qədər ulduz var Toto. Hey, sən də mən görəni görürsən Toto? Ulduzlar da birlikdə çəpənəyə oxşayır. Doyunca cəzibər gəşdik bu gün. Amma indi yuxlamaq vaxtıdır. Ənki deyirəm çəpənəklərin yuxusunu görəcəyik. Dadlı yuxular uşaqlar. Uşaqlar, mən Döktür Pandayam. Mənim amuzəşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış Səsi. Bugün biz Mumuc ilə qonaq gəlmişik ki, Toto toyuqlarla oynasın. Ey vay, Mumu lap sevdiğin don bulaşdı. Üzülmə Mumu. Gəl gedək alışveriş mərkəzlərinin birinə sənə yeni bir don alaq. İndidən sağlıqla yeyəsən. Yetişdik. Burası alışveriş mərkəzidir. Biz Mumuya don axtarırıq. Bəlkə birinci qatda vardı. Burada şokolad satırlar. Tatlılar və şokoladlar burada satılar. Amma şokolad satanlarda paltar olmaz. Gedək yuxarı qata. İkinci qat. Yox, bu qatda da ev ləvazımı və yatacaqlar satılır. Gəlin ondan yuxarı qata da baxaq. Üçüncü qat. Əzidir. Axtardığım paltar satanlar üçüncü qatdadılar Mumu. Uşaqlar, gəlin Mumucular gedək necə asansora minsinlər. Asansora minəndən sonra hər nədən qabaq diqqətli olmalıyıq ki, qapılardan aralı dayanaq. Sonra getmək istədiyimiz qatın düyməsini basırıq. Və asansor istədiyimiz qatda dayanır. Yoxsa başqa istirarlı zamanlarda düymələri oynatmayıb, asansorun yardım zəncini basırıq. Başa düşdünüz uşaqlar? Bərəcanla, gəlin gedək. Örgəşdirçi qapılardan aralı duraq.
Biz 3-cü qata gedirik. Elə də o düyməni tapaq üstündə 3 yazılıbdır. Toyuqlar, bu heç yaxşı iş deyil. Asansör dayandı. Durumunuz daha pis olar ha? Kəmə! Bərəçənlə sənə tata. Asansör xarab olanda gərək özümüzü itirməyib, təkcə yardım istəyək. Söz verin, bir də asansördə belə işlər görməyəcəksiniz. Toyuqları daha asansora aparmadın. Bu yaxşı fikirdir Mumu. Uşaqlar, mən Döhtür Pandayam. Mənim amuzeşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Salam la. Yoldaşın dənizsinə bax. Elə bil biraz narahatdır. Çox istidir bura. Kim bilir dənizsin yanına mənə? Yəni penguen. Nə olub? Evizin havasına darıxıbsan? Nə? Eviz şimal qutbundadır. Ora çox şaxta olar. Biz səni evinə gətirərik. Bas qaza gedirik şimal qutbuna. Mən ki dənizsinləri görənmirəm. Nigaran olma Leo. Döhtür Panda sizləndir. Dənizsin mən kömək elərəm ailəni tapasan. Uşaqlar siz də kömək eləyirsiniz dənizsinin ailəsini tapaq? Qulaq asın. Yoxdur. Əgər biz dənizsinin ailəsini görəmirik, bəlkə səslərini eşidə bilək. Səs olmayın eşidək. Bu səs ki gəlir dənizsinlər, yana həmən penguenlərin səsidir. Yox, dəniz quşudur. Dənizsin deyil. Uşaqlar, nəzərinizə dənizsinin atasının səsidir. Dənizsinin atası deyil. O bir valdır. Deyəsən cəmidən yenib adanı axtarmalıyıq. Cəzirəni deyirəm. Leo bir səs eşidir. Dənizsin səsi deyilmi? Leo, hara qaçırsan belə? Dənizsin deyir bizlərin səsi bu cür olmaz. Bura nə suyuldu axdır? İndi buzlu suya düşüb donarsan. Az qalmışdı. Elə bil foçların səsiymiş. Hələ də tapamamışıq dənizsinin ailəsini. Bu səs dənizsinlərin səsi ola bilərmi? Özüdür. Bu səs dənizsinlərin səsidir. O çox sevinir ki evinə yetişib. İşin düzdür la. Yavaş-yavaş üşüyürsən hala o. Dənizsinlərin üstü qucaqlarında qısışdın. Deyəsən dənizsinlərlə tanışmaq çox yapışıb. Biz getdik. Uşaqlar, mən Döhtür Pandayam. Türk dilində danışıqlarımı barış səsində izləyin.
Barış səsi. Yaxşı yetişdik Toto. Bu da şehrimizin alışveriş merkezi. Alışveriş. Oyuncak. Biz oyuncaq almaq üçün bura gəlməmişik Toto. Biz Oled'in doğum gününə görə çiçək almağa gəlmişik. Oo, çiçək. 3-cü qata getməliyik. Çiçək satan oradadır. Dalımca gəl Toto. Kata, şucu. Dört panda. Ha, sağ olasın Jun. Oled bu çiçəklərə bayılacaq. Elə deyil Toto? And I'm feeling good. Toto? Ha? Yəni hara gedibdi? Dört panda. Hey, nə olub balaca Toto? Dördür pandanı itirmisən? Ürəyin üşünməsin Toto. Mən sənə yardım edərəm. Dördürün şumarəsi səndə var? Oo, indi ona zəng açarıq. Toto, hardasan? Toto. Alo, Bep? Günaydın Dördür. Toto səni itirib. Oyuncaq satanların burada tapdım onu. Ah, yaşa Bep. Mən çiçək satanların buradayım. Doğrudan qorxmuşdum. Oo, Dayan dayan gəlim. gəlim. Bep, Günaydın Dördür panda, hara gedirsən? Səni axtarırdım bayaqdan. gəlirdim sənə sarı. Bep, Hə, nə bilim. amma Toto hardadır? Ha, bayaq elə buradaydı ba? Bax Bep, birisini tapanda onun tanışlarına zəng açarıq. Sonra da elə həmən yerdə dayanıb gözləməliyik. Beləliklə onlar bizi tapar. Bağışla, üzgünəm Dördür panda. Yox, üzülmə Bep. Üzülməyə bir zad yox. Mən birinci qatı axtararam, sən də ikinci qata bax. Oo, tapdım səni Toto. İndi Dördürə zəng açaram. Yenə selam Dördür, tapdım Totonu. İkinci qatdaymış. Bu seri yerimdə dayanıb səni gözləyəcəyəm. Olsun, içini sayınca oradayım. Nəyə bağırdın Toto? Barış səsinin dublələridir. İşləri düzdür. Qayıq. Bep, Vay yox, Toto yenə də itdi. yox da yoruldum. Dört panda. O, Birinci kat. Toto? Panda. Birinci kat. Səs Totonundur. Birinci qata gedibdi. Dört panda. Birinci kat. Toto, sən hərasat məmurundan istəmirsən ki, məni çağırıb axtarsınlar. Çox xuşdusan. Sağ olasan səni Oled. Gəl gör sənə nə almışam Oled. Bu çiçəklər sənindir. Doğum günün qutlu Günün qutlu olsun. Damcım baç. Uşaqlar, mən Dördür pandayam. Mənim amuzyaşı videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Toto, bütün dəniz qırağında xoş keçirəm. Mən deyirdim, məncə bütün dəniz qırağında xoş keçirəm. Yaşa Oled. Bir belə zibil hardan dəniz qırağına gəlibdi. Oturmağa inə uçusan təmiz yer yoxdur heç. Axı sən təşinə bir belə zibili yığa biləcəksən Oled. Nigaran alma Oled. İndi yoldaşlarımıza zəng atıb yardım istərik. Zibil yığma oyunu oynayıb dəniz qırağın bütün təmizlərik. Bətona.
Yaxşı uşaqlar, hər kim çox zibil yığa bilsə oyunu udub da. Huba 4 dənə konserv qutusu yığıb. Və Mumu 5 dənəsini yığıb. Deyəsən Xərçəncana özünə ev elədi. İndi 5 dənədən birini çıxmalıyıq. 5 dənədən birini çıxsaq qalar 4 dənə. 4 ilə 4 bir-biri ilə bərabərdirlər. Bərəcanla Meymi, sən 4 kisə zibil yığıbsan. Sən də 2 kisə yığıbsan bəb. 2 yanı 4-dən 2 dənə az. Sən ondan bərabər olmaq üçün 2 kisə də yığmalısan. Bəb işin düzdür. İndi sənin 5 dənə kisən var. İndi Meyminin bir kisəsi səndən azdır. Hamısını dağıtdım Bəb. Yenidən başlamalısan. Bərəcanla sənə Toto. Toto 5 dənə su şüşəsi yığıbdı. Ziggy də ki, heç nə yığmayıb. O yüzden həttəmən ki Toto Ziggy'ni udacaq. Tez ol Ziggy, sən utuzmamalısın. Yaxçı, neynəmək də? Bunu yazaq hesabına, indi bir oldun. Yenə də sağ ol ki yerə atmadın. Gəlin birlikdə sayıq uşaqlar, deyin görüm kimin kisələri o birindən çoxdur. Mumu 2 kisə yığıb, Huba da 2 kisəsi var. 2 ilə bərabərdir. Meymi 4 kisə yığıb, ki Mumu və Hubadan da çoxdur. Amma Bepin 5 kisəsi var. 5 kisə Meyminin kisələrindən də çoxdur. Ziggy'nin təkcə 1 kisəsi var, ki onun da içində təkcə 1 zibil var. Yəni hamıdan az. Və Toto'nun yığdıqları 6 kisəyə çatıbdı. Toto hamıdan yuxarıya getdi. Hamıdan çox çalışdığın üçün Toto, sənin dondurma iskoplarında hamıdan çox olsun. Dondurma! Biz təbiətin təmizliyinə dəyər verməliyik. Evdəki uşaqlar da belə düşünür. Uşaqlar, mən Döhtür Pandayam. Mənim amuzeşi videolarıma barışsəsi.com'da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Salam uşaqlar, yenə Döhtür Panda buradadır Toto'yla birlikdə. İndi gedək otobus yollarını öyrənək. Hazırsınız? Salam Beb. Bugün haralara gedəcəksən? Bildim. Oleti basketbol meydanına yetirəcəksən. Elə də Panda şəhərinin parkına getməlisiniz. Basketbol meydanı orada. Wow. Nə oldu Beb? Yəni belə tez yetişdik? Yox. Huba yolu təmir eləyir. Bu yoldan getmək olmaz. Qəşəng fikirdir Beb. Parka getməyə yeni bir yol tapmalıyıq. Yaxşı qoy görüm. Bizim maşın buradadır. Və Panda şəhərinin parkı düz orada. Amma biz bu əldən bu xiyabana girəmərik. Giriş qədəğandır. Elə də ayrı bir yol tapmalıyıq. Bax bura Beb, Nəqşatazı yolun cəhəti bizə görsədir. Nəzərə gəlir tuneldən getməliyik. Bəpəçəməçələr siz baş tapsın, hardan getməlidir? Hansı yol tunelə sarı gedir? Sol, ya sağ? Bərəcanlı uşaqlar, Nəqşə sağı görsədir. Başqa bir kəsişməyə yanı təqatığa yetişdik. Gəlin yenidən nəqşəyə baxıb yolumuzu tapaq. Aha, saat binasından sahilə gedən çörpünün altından getməliyik. Hansı yol çörpüyə sarı gedir? Sol ya sağ? Afərin evdəki uşaqlar. Soldan çörpüyə sarı gedir.
Nəqşə deyir ki, dəmir yolunun üstündən keçməliyik. Hansı tərəfə gedək? Sol, sağ, ya düz? İstəyirik dəmir yoldan keçək. Yenə də afərin sizə uşaqlar. Düz yolu getməliyik. Saxla. Çıraq deyir ki, qatar gəlir. Qatar keçməyincə gedəmərik. Gəlin misafirlərə əl dəbəldək. Yaxçı yollar. Sür gedək, Beb. Az qaldı məqsədimizə. Fəqət tunelin içindən keçib parça sarı getməliyik. Biz gəldik. Wow, bura doğrudan qaranlıqdır. Gərək çıraqlarımızı yandırasan, Beb. Özüdür. Sağ ol, Beb. Uşaqların köməyi ilə Olet'i məqsədinə yetirdik. Olet, bir zadın ki yaddan çıxmayıb. Basketbol topunu unutmuşdun. Yaxşı oyunlar, Olet. Sağ olun uşaqlar ki, və kömək elədiniz. Səhət və yolu tapıb Olet'i məqsədinə getirsin. Hələlik yoldaşlarım. Uşaqlar, mən Döhtür Pandayam. Mənim amuzeşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış Səsi. Yenə də salamlar siz sevimli yoldaşlarıma. Görürəm ki, Döhtür Pandanla yoldaş olandan çoxlu bir zadlar öyrəşibsiz. Bərəcanla sizə 11-ci bölümü görməmişdən, amma ana-atalarınızla danışmaq istəyirəm. Olarmı? Çox sağ olun yoldaşlarım. Yenə də salamlar sayın ana-atalarımıza. Söz vermişdim paketin ardını sizə tanıtdıram. 11-ci bölüm. Hamam. Uşaqlar hamama getməyin sağlıqlarına nə qədər əhəmiyyətli olmasını və bəlli zamanda getməyi öyrəşirlər. 12. Restoran. Restorana gedib və orada yemək yeməyin də özünə görə qayda qanunu vardı. 13. Hendesi şəkillər. Riyaziyyat davam verilir və şəkillərin riyazi özəlliklərindən əlavə türkçə adlarını da öyrəşirik. 14. Yarışma və rəqabət. Cizic etmək, yoldaşlarımızın qabağına daş atıb onları yıxmaq özümüzü də uduzdurar. Yarışmanla cizic bir-birindən fərqlidir. 15. Ətrafında işə gəlməyən vəsaillə gözəl əl işləri düzəlt. Korona, soyuq hava, gün istisi və belə bir durumlarda necə ev içində qalıb oynamağı öyrəşirik və bilirik ki, top oynamaq, qaçmaq və belə bir oyunları evdə oynamazlar. 16. Nəqşə oxumağı, cəhətləri və yol tapmağı davam veririk. 17. Hendesi ölçülər. Ölçüləri öyrəşirik və anlayırıq ki, ixtira eləmək, yuxarı düşünmək və xəyaldan yaranar. 18. Böcəklər. Böcəklərin bir-birindən fərqli olmağını öyrəşib və bilirik ki, onların hamısının bizə zərəri yoxdur və onlardan qorxmamalıyıq. 19. Trafik çırağı. Bəllidir ki, bu bölümdə trafik çırağını öyrəşəcəyik. 20. Yeni ildə riyaziyyat. Riyaziyyat və huş məsələləri burada güclənir. 21. Bayram işində sən də otağını sahmanasan. Umudumuz var uşaqlar sərgəli olmağı öyrəşsinlər. 22. Zibilləri ayırmaq və paltarları yumaq. 23. Baxım tapım oyunu tıxacda, trafikdə. Tıxacda olan zaman maşının içində sürücünün havasını qatmayıb yavaşsa oyunları oynaya bilərik. 24. Radioloji bölümü urjansda. Urjans şumarəsini və imeni məvaridi xatırlayıb ambulansın barəsində radioloji əksin salmağını və xəstəxananın qorxusu yoxduğunu öyrəşirik və sümüklərə görə də azca bilgilər vardı. 25.
neçə bodlu riyazi, pişrəftə və gəlişmiş riyazi ilə Döhdür Panda paketini sona çatdırırıq. Sağ qalın, sağ yaşayın. Hələlik. Oh. Günaydın Tata. Oynayak, cedet. Oh, elə canından. Bu havada həyətə getmək olmaz Toto. Oynayanmarıq. Sən üzülmə Toto. Nə qədər qəşəng oyunlar var ki, evin içində oynaya bilərik. Necədir biraz nəqqaşı çəkək. Mən gedim çağazla rəncimi də gətirim. Hər nə hazırdır? Əvvəldən nə mənə şəklini çəkək Toto. Deyəsən yağış təsiri. Palçıq oyunu xoş çəksin Toto. Görəsən hələ də Toto zığlarla oynayır. Əslən cöylim istəmir görəm zığlı girmisən evin içinə ha, od qırnası. Toto, bu nə işdir? Hər yeri palçığa boyanmışsan. Bəsdə. Üzülmə, təmizləyə bilərik. Amma əvvəldə gərək səni təmizləyək. Hamam vaxtidir. Vanın dolmağınacan biraz dözməlisən Toto. Mən də gedim şampu gətirim, çəp-çəpi hobab düzəldək. Toto, hara açılırsan? Toto, gəl bura. Tayıqlar, oynayak. Tayıqlar. Oynamak istemiyorum. Huba, gel oynayak. Oynamak istemiyorum. Toto, Toto. Salam Huba, Toto'nu görmə. Tapdım səni. Bütün palçığa batıbsan, görəmirdim səni. Oynamak istemiyorum. Anladım. Heç kim səndən oynamaq istəmir, çünki sən bütün palçıqlı olubsan. Huba da səni tanıyamamışdı. Sanıram indi yuyunmaq istəyirsən, mən yox. Toto! Oynamak vakti. Hamam. Görürsən Toto, içimiz evdə də qalıb xoş keçirdə bilərik birlikdə Toto. Vay. Uşaqlar, mən Döhdür Pandayam. Mənim amuzeşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Oh. Bizim restorana xoş gəlibsən mi? Buyurun. Toto bizim menonu gətirib ki, baxasız. Çahı saladı. Qəşəng seçimdir. Və sütlü məçə toyuq cücələrinə. Oldu.
Toyuqlar, restoranda gəzəni gözləyən zaman gərək yerimizdə əyləşək. Burada futbol meydanına tay qaçmaq olmaz. Aa, necəran alma mı? İndi yenidən bir çay saladı sənə gətirərəm. Buyurun. Siner olsun. Aa, elə bil bəzilər bilmirlər mizin üstündəki duz və biber qabları oynatmalı deyirlər. Heç üzülmə mu? Mən indi yeni bir salat sənə gətirərəm. Yadıma gələn sən çahı saladı istəmişdin. Məkə saladı yox. Amma deyəsən bəzilər unudublar ki, gəzə yeyəndə gərək ağzımızı bağlayaq. Üzülmə mu? Mən indi yeni bir salat sənə gətirərəm. Mı, necədir mobilini səssiz eləyib və gəzə yeyən zaman əlində saxlamayasan. Sağ ol mu? Unuttum ki deyəm. Siner olsun yoldaşlar. Və dəsər üçün. Uşaqlar, mən Döktür Pandayam. Mənim amuzeşi videolarıma barışsəsi.com'da baxıb yoldaşlarınıza tanıtdırın. بارش مدیا، طلایه‌دار هنر و رسانه. دوست عزیز سلام، شمایی که کسب و کار جدیدی راه انداختی و میخوای پول در بیاری یا شمایی که میخوای یه تنوعی به کسب و کارت بدی و تقویتش کنی، بله با خود شما هستم. همه ما میدونیم که امروزه فعالیت مردم توی فضای مجازی بیشتر شده و میشه گفت این فضای بستر عالی میتونه باشه که شما خودتون، کسب و کارتون و محصولتون رو معرفی کنید یا تخصصی تر بگم برندسازی کنید. برای این کار نیاز دارین که شبکه‌های اجتماعی که توش هستین یا سایت یا اپی که طراحی کردین رو مدیریت و محتواش رو تولید کنید. این محتوا میتونه عکس‌هایی که از محصول یا کسب و کارتون گرفتین یا پوسترهایی که طراحی کردین باشه که به اشتراک بذارید، یا ویدیویی باشه که تو اون کسب و کارتون و ویژگی‌های خاص محصولتون رو نشون بدید، یا اینکه ویدیویی آماده مناسب کسب و کار شما باشه که دوبله و صداگذاری شده باشه. خب، آژانس دیجیتال مارکتینگ بارش مدیا با نیروهای مجرب و تجهیزاتی که داره براتون سایت یا اپ طراحی و مدیریت میکنه و محتوای مناسب کسب و کار شما رو به دید مخاطبانتون میرسونه. باور ما اینه که با پیشرفت شما ما هم پیشرفت خواهیم کرد. با مشاورین ما تماس بگیرید. بارش مدیا، طلایه‌دار هنر و رسانه. Barış səsi. Günaydın Tata. Bu çox heyecanlıdır Tata. Panda şəhərində maşın sürmə yarışması. Sən də istəyirsən bu yarışmaya qatılasan? Yaxşı. Elə də gərək indidən yarışma gününə təmrin eləyək. Hamı hazırdır. 1, 2, 3, gedin. İndi durum belədir. Dəb hamıdan qabaqdır. Meymi ikincidir. Tata üçüncüdür. Alət dördüncüdür. Zigi beşincidir. Və Mumu altıncıdır. Yeyin alın uşaqlar, yeyin.
baxın, alət 4-cü idi, amma indi 6-cıdır. Bu alət üçün əslən yaxşı deyil. Baxın, Ziggy 4-cü idi, amma indi 5-cidir. Pizza yemək üçün dayanıbdı. Heç yarışma pizzadan önəmli deyil. Tanrı kurtar! Aa, Mumut 4-cü oldu. Deyəsən Meymiyə parlaq bir maşın yarışmanın parlaq medalından da dəyərlidir. Elə də görürsünüz ki, Meymi 2-ciyə yendi, Toto yenə də 2-ci və Beb 1-cidirlər. Bu yarışma ən həyəcanlı saniyələrindədir. Təkcə 2 yarışmacı, yəni Beb və Toto bir-biri ilə rəqabət eləyir. Bebə pis xəbərlərimiz var. Niyə ki, Beb indi 2-ci olub və Toto 1-cidir. Cet, Toto, dayanma. Toto, sən bu yarışmanın 1-cisi olacaqsan. Bu yanlış yoldur. Hara gedirsən? Toto Bebə yardım eləyir ki, yolun sonuna çatsın. Yaxşı, gəlin hamının rütbəsinə baxaq. Alət 6-cı, Ziggy 5-ci, Mumu 4-cü, Meymi 3-cü, Toto 2-ci və Beb 1-ci. Beb istəyir qəhrəman olmağını Toto'na bölüşə. İndi ikisi də qəhrəmandılar. Bu yoldaşlığın sözü yoxdur uşaqlar. Uşaqlar, mən Döktür Pandayam. Mənim amuzəşi videolarıma barışsəsi.com'da baxıb yoldaşlarınıza tanıtdırın. Barış Səsi. Günaydın Meymi. Gün deyirdi, bütün qərarlaşıbsız pişnişə gedəsiz. Aldı, məncə getməyə hazırsan. Bugün hava lap kəsib dolanmalı havadır. Mən sizin yerinizə olsam qaçarım içəriyə. İndi istanarsınız. Deyəsən pişnişi sonraya saxlamalısınız. Şefsiz olmayın. Söz verirəm fikirləşsəz, evin içində də o qədər calib işlər tapa bilərsiniz ki, zehniniz durular. Deyəsən cümbirzalılar düşünür. Bizə də denə. Əl işlərini öyrədən kitab, Bərəçanla. Bu kitab sizə öyrədir ki, necə gözəl əl işlərini düzəldəsiniz. Payız yarpaqlarından faydalanaq. Quşdur. Cürdü Toto. Uşaqlar gəlin birlikdə payız yarpaqlarından quş düzəldək. Bərəçanla, gedək başlayaq. Əvvəldə quyruğunu düzəldək. Palıd ağacının yarpağı sarı olar. Yarpağı görürsünüz? Əzidir, budur burada. Yarpaq. Bu bundan. İndi ağca ağacının qırmızı rəngli yarpağın tapa bilərsiniz. Doğrudur. Bu yarpaq qırmızıdır, amma ağca ağacınınki deyil. Ağca ağacının yarpağı fərqli şəkildədir. Aldı. Ups. Buradan işiniz düz idi yoldaşlar. İndi yaşıl olan tuz ağacının yarpağını tapmalıyıq. Səncabı yuxudan elədik. Deyəsən indi ki oyandı, bətər tələsir. Görün nə qədər yaşıl yarpaq var burada. Amma diqqətli olun ki, rəngdən əlavə şəkil də bizim üçün önəmlidir. Bərəçanlı uşaqlar. Buradadır. İndi qaldı ülkümüzün axırı.
narıncı rəngində olan raş ağacının yarpağını tapmalıyıq. Buradadır. Çox gözəl oldu. İndi təkcə bir palıd və biraz da şaxə və budaq lazımdır. Bitirdik bunu. Doğrudan gözəl oldu. Deyəsən yağış da kəsildi. Amma hələ də yel əsir. Uçurtmasaq cibimizdən gedər. Nə qəşəng fikirdir ki, uçurtmanı bu quşla bəsədiniz. Uçurtma! Sizin bu uçurtma çox duzludur uşaqlar. Hələlik. Uşaqlar, mən Döhtür Pandayam. Mənim omuz videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış Səsi. Günaydın Meymi. Bugün çox istidir. Sən istərsən ora gedəsən. İstəxrac edirsən? İstəxrac etsən sərinlərsən. Sən yolu tanıyırsan? Nəqşədən tapacaqsan? Dayan baxım. Biz indi metronun 1-ci durağındayıq. Kim deyə bilər ki, hansı duraq İstəxra yetişir? Doğrudur. Nəqşə puzzle bənzər bir zaddır. Yardım edin puzzle həll edək. Meymi lazımdır ki, qırmızı olan 3 duraqdan keçə. 1, 2, 3 ki, yel turbininin qabağına çatır. Sonra gərək başqa bir metroya minək ki, mavi yoldan gedir. Amma o mavi yolu seçməliyik ki, 1, 2 duraqdan keçsin. Və ikinci duraqda İstəxra çatarıq. Yaxşı, elə də Meymi indi sən bu qırmızı metroya minməlisən. Meymi qırmızı qatar dayanıbdır. Tez ol gedək minək. Yaxşı Meymi, bir seridə nəqşəyə göz dolandır ki, ikinci qatara minmək üçün gec qalmayasan. Yox, Meymi, yel nəqşəni apardı, tez ol. Tut onu. Yox, yel apardı. Bax Meymi, alətin də kabində nəqşəsi var. Sən yadındadır İstəxra harda idi? Ürəyin üşüməsin Meymi. Döhtür Pandanın Toto buradadılar. Uşaqlar deyin görün Meymiyə yardımcı ola bilərsinizmi? Gəlin gərək nə eləməliyik? Biz gərək 3-cü durağacan qırmızı yolda qalaq. Düz yel turbininə yetişənəcən. Sonra yolumuzu mavi yoluna dəyişəcəyik. Biz indi 1-ci durağa çatdıq. Hop, yola düşək. Yenidən düşünək. Bura 2-ci duraqdır. Yaxşı, bu neçəminci duraqdır? 3. Bərəçanla sənə Toto, uşaqlar da dedilər 3. Bura 3-cü duraqdır. İndi gərək mavi yola sarı gedək Meymi. Yaxşı Meymi, bu da mavi qatar. Biz bu qatarla 2-ci durağacan getməliyik. Yaxşı, mavi yolun 1-ci durağı. Və bu da 2-ci duraq. 2-ci duraq. Yaxşı, sən yetişdin Meymi. Bu da Panda şəhərinin İstəxri. Üzmək xoş etsin. İstəx bağlıdır. Hara gedirsən Meymi? Elədir. Dənizdə həmişə üzmək olar. Dənizdə xoş etsin Meymi. Hələlik uşaqlar. Uşaqlar, mən Döhtür Pandayam. Mənim omuz videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış Səsi. Günaydın Mumu. Eşitmişəm Huba yeni ixtirası ilə bura gəlir. Mən ki dəzə bilmirəm. İstəyirəm görəm necə sənin almalarının sayzını böyüdəcək. Özü də yetişdi. Günaydın Huba.
Yeni ixtiram budur. Wow, çox heyecanlıdır. Çox gözəldir. Elə bil bu qırmızı düymə hər nəyi böyüdər və sarı düymə hər nəyi kiçildər. Yaxşı, gəlin görək necə işləyir. Huba, bax bu almanın yekəliyinə. Yox. Hubana mumu hardadılar? Siz buradasınız. Dizcim Huba, heç zad olmaz qarışqadır. Baxın, böcəklər hamısı yığışıb görəsizlər necə bir böcəksiz. Bəlkə bu böcəkçilərin birisi eləyə bilə siz apara Hubanın robotunun üstünə və düyməni vurmaqla siz ilk sayınıza qaydasınız. Yaxşı, siz o robotun yanına getmək üçün gərək uçasınız, başqa yolu yoxdur, buradan ora çox yoldur. Niyə ki sizlər balacasınız və robot üstədir. Yaxşı, böcəklərin hansısında yardım almalıyıq? Nigaran olmayın. Niyə ki Dəhtur Pandanla Toto buradadılar? Uşaqlar, siz deyə bilərsiniz Hubana mumu hansı böcəkdən kömək istəsin? Gəlin görək. Qarışqa onları qalxıza bilər? Yoxsa ilbiz? Ya çəpənək? Çəpənək! Bərət canına Toto. Yaxçısı budur ki, Hubana mumu çəpənəkdən istəsinlər onları qalxızıb robot üstünə qoysun. Buna görə ki, təkcə çəpənək oradan uça bilər. Bu ləhzələr çox gözəldir. Sağ olasın çəpənək. Huba, deyəsən toyuğa da bir zad olmamışdan gərək ilk sayısına qaytaraq. Uşaqlar, mən Dəhtur Pandayam. Mənim omuz videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış Səsi. Salam uşaqlar. Bugün Leo, Toto və Zigini piknik gəzməyinə çağırıb. Panda şəhərinin meşəsinə gedəcəyik. Toto böcəklər rahnumasının kitabında gətirib. O istəyir həşərələrin adını ercəşə. Böcəklər! Sən hələ sevdiyin yeri piknikə getməyə seçməmisən, Leo? Mən inanıram, lap qəşəng yeri tapa bilərsən. Nə oldu sənə, Ziggy? Deyəsən birinci böcəyi Ziggy tapdı. O hansı həşərələrdəndir, Leo? Bu atlı qarışqadır. Kitabda yazılıb, qarışqaların yuvasını dağıtsan hirslənib dişlərlər. Düşünürəm sən bilməyə qarışqaların yuvasının üstündə oturmuşdun, Ziggy. Deyəsən palazımızı başqa bir yerə sərməliyik. بارش مدیا، طلایه‌دار هنر و رسانه. شرکت بارش مدیا با بهره‌وری از امکانات خود در حوزه تولید محتوای رسانه‌ای و دیجیتال و با دارا بودن آتلیه‌های مجزای عکاسی و فیلمبرداری و استدیوی حرفه‌ای ضبط صدا و با کمک تیم حرفه‌ای متشکل از تصویربرداران، طراحان گرافیک و انیمیشن سازی، برنامه‌نویسان مسلط به آخرین زبان‌های برنامه‌نویسی روز دنیا، مجریان و گویندگان مسلط به زبان‌های انگلیسی، فارسی و ترکی، پتانسیل طراحی سایت و سئو،
طراحی اپلیکیشن و بازاریابی محتوایی را برای مشتریان عزیز خود در قالب مستند، ویدیو مارکتینگ، موشن گرافیک، انیمیشن، گرافیک، فوتوکلیپ، تور مجازی و عکاسی صنعتی در انواع تک محصول، عکاسی با مدل‌ها و مانکن‌های زنده و یا ساخت فیلم‌های کوتاه با بازیگران را دارست. صاحبان کسب و کارها و تولید کنندگان محصولات خاص می توانند جهت گرفتن مشاوره برای ساخت تیزرهای تجاری و یا راه اندازی فروشگاه‌های آنلاین خود با تیم باروش مدیا در شماره 0914 640 2088 تماس حاصل نمایند. باروش مدیا، طلایه‌دار هنر و رسانه. Üzgünəm balaca qarışqa. İndi zigi palazımızı başqa bir yerə sərər. Böcəklərin çoxu özlərini qorumaq üçün həmlə elərlər. Beləliklə, diqqət eləyincə heç vaxt bilmədən onları incitməyin. Aa, elə bil zigi başqa bir böcək tapıb. Görəsən bu hansı böcəklərdəndir, Liya? Arı! Bərəçənlə tata. Bu bal arısıdır. O şəhd və tozluq, yəni cərdələri güllərdən yığıb onlarla bal düzəldər. Amma bal arılarını incitsək bizi sancalar. Zigi elə bir gülləri eləyəndə arıları qorxudubsan. Gələn səri çox diqqətli ol. Aha, deyəsən yenə başqa bir böcəyi tapdıq. Bu bir... Hörümcək! Bərəçənə tata. Bəli, bu bir hörümcək, yəni toratandır. Dayan Zigi, kitabda yazılıb bunu toratan sancamaz. Elə bil palçıqlıq qarışqaları qaçıtdı. Sancılan yerlərini dərman eləməliyik. Zigi çox üzüldü ki, meşəni gəzmək sənə yapışmadı. Çıxmışdım meşədə bir diş sandvicindən vurasan, amma yerinə böcəklər səni diş-diş elədilər. Nə qəşəng fikirdir, Liya. Piçniki evə gətirə bilərik. Sinər olsun bu piçnik. Uşaqlar, mən Döhtür Pandayam. Mənim amuzəşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış Səsi. Salam Bəb, görürəm ki, misafirlərini mindirib işindəsən. Bəb? Uşaqlar bilirsiniz, bu əslən yaxşı fikir deyil ki, maşın sürə-sürə qulaqlıq taxaq. Göz ol Bəb, trafik çırağı qızarıbdı. Bəb, dayan! Tam yerində dayandın, yoxsa qırmızı çırağı keçəcəydin. Biz şərəc qaydaları bozmayaq. Uşaqlar, gəlin bir sərdə Bəbin yadına salaq ki, trafik çıraqlarının hərəsi nəyi görsədir? Çıraq yaşıl olanda, yəni sürə bilərik. Yaşıl, sür. Çıraq sarı olanda, yəni birazdan dayanacağıq. Niyə ki, çıraq qızaracaq? Ehtiyat! Çıraq qızarsa, yəni gərək dayanaq. Qımış, dayan. Tam doğrudur. İndi varsız gedək Bəbin də yadına salaq bunları. Bəb uşaqlarla birlikdə trafik çırağına baxıb görəcəyik bizə nə deyir. Dayanacağıq, çıraq qızaranda, yavaş sürəcəyik, çıraq saralanda və sürəcəyik ondakı yaşıldır. Bərəcanlı tata,
Elə də, deyin görüm indi nə rəhdir? Yaşıl, Doğrudur Tata, yaşıldır. Və yaşıl çıraq bizə deyir, sür. Yaxşı evdəki uşaqlar qabaqda başqa trafik çırağını görəndə mənasını ucadan deyin ki, bəbə eşitsin. Dayan, yavaş get, yoxsa sür. Yaxşı, indi bu çıraq nə rəhdir? qımız, Doğrudur, qırmızıdır. Və qırmızı yanı? Dayan. İşin düzdür bə... Wow, görəsən nə baş verir? Ay, yox, Ziggy. Sən gərək qırmızı çıraqda dayanardın. Az qalmışdı mu və toyuqlarına dayəsən. Sən məyə başarmırsan ki, qırmızı yanı. dayan. Yaxşı, bəb. Çıraq yaşıldır və uşaqlar deyir, sür. Bəlkə yenə də bir trafik çırağını gördük. Aha, budur burada. Bu çıraq nə rəhdir uşaqlar? Sarı. Doğrudur. Və sarı yanı? Ehtiyatlısın. Burada dayanıb yoldan keçənlərə yol verərik. Zebra bəy, keçə bilərsiniz. Sanıram daha trafik çırağının rəhlərini unutmasam bəb. Uşaqlar, mən Döktür Pandayam. Mənim omuz videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış Səsi. Günaydın Meymi. Görürəm ki, bağçanı yeni ilin gəlməyinə görə bəzəyirsən. Gözəl işdir. Vay, bunlar doğrudan gözəldirlər. Güzeldir. Başa düşdüm. Sən istəyirsən fanusları ağacların arasında olan boş yerdən asıyasan. Fanusların saymağına kömək eləyim sənə Meymi. Hər zad əlli olar. Baxın bura uşaqlar. Baxın, sol tərəfdəki yalın keçiddə 4 dənə ağacımız var bizim. Biz də istəyirik ki, hər ağacın arasına bir fanus aslayaq. Gərək bilək 4 dənə ağacın arasında neçə dənə boş yer olar. Elə də, gəlin birlikdə sayaq. Sayaq. 1, 2, 3. 4 dənə ağacın arasında 3 boş yer var. Elə də, Meymi, sən 3 fanus apar. 1, 2, 3. Deməli, uşaqlar 4 dənə ağacın arasında 3 dənə boş yer olar. İndi baxın uşaqlar, gəlin sağ tərəfdəki yalın keçiddəki ağacların arasında olan boş yerləri sayaq. 1, 2, 2. Elə də 3 ağacın arasında 2 boş yer olar. Anladım. Sən istərsən şirniləri qar adamların arasında olan boş yerə düzəsən. Çox gözəl olar. Orada neçə dənə qar adamımız var? 1, 2, 3, 4, 5. Pərəcanna. Bizim 5 dənə qar adamımız var. İndi görəsən neçə dənə boş yerimiz var? 1, 2, 3, 4. 4 dənə boş yer var. Doğrudur. Sən 4 dənə şirini aparmalısan. Göz ol Meymi. İşiniz düzdür uşaqlar. Hey, mən bir zad ölçəşdim indi. Neçə dənə əşyanın arasında olan boş yerlər həmişə bir dənə əşyanın sayısından az olar. Ona görədir ki, 4 dənə ağacın arasında
3 dənə boş yer olar. Sağ tərəfdə olan 3 dənə ağacların arasında da boş yerlər 2 dənə idi. 5 dənə qar adamı arasında da 4 boş yer var idi. Bu nədir Toto? Yandıq. Sən haqlısan Toto. İndi daha vaxtıdır ki, çıraqlarımızı yandıraq. Çox gözəl. İndi daha sənin evinin dekoru yeni ilin qutlamasına hazırdır. Yeni iliniz qutlu olsun. Uşaqlar, mən Döktür Pandayam. Mənim amuzeşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Salam Beb, nə iş görürsən? Deyəsən Beb bizim səsimizi eşitmir. Beb, qapını açmayacaqsan? Salam Alet. Eşitmişəm sabah səhər sənin basketbol yarışman var. Bildim. Sənin basketbol topun qalıb Bebin evində. Bax, qapı açıqdır. Alet yaxçısan? Beb, sənin bu qarışıq otağın hamıya iş atır. İndi Alətin basketbol topunu bu qarışıq otaqdan necə tapaq? Sən də mən fikirləşənə fikirləşirsən? Bayrama yaxındır. Qorxma Beb, biz də sənə yardım elərik, evi təmizləyərsən. Uşaqlar kömək eləyə bilərsiniz oynatmaları başqa vəsaildən ayıraq? Bebin qırmızı maşınını görə bilirsiniz? Doğrudur. İndi Bebin yaşıl dinosoru harda? Bərəcanla. Mavi robotu görə bilirsiniz? Mən də gördüm. İndi sarı traktoru tapaq. Ada. Təkcə biri qaldı. Bənəfş təkini tapa bilirsiniz? İş üstüsü uşaqlar. İndi daha Bebin oynatmalıları hamısı bir sandığa gedəcək. Görürsən Beb, ev işlərində analara kömək eləmək oyun kimi ola bilər. Bərəcanla. Əl verək uşaqlar. Hələlik. Uşaqlar, mən Döktür Pandayam. Mənim amuzeşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Salam uşaqlar. Necəsiniz? Salam Alet. Basketbol topunu tapa bildin? Nigaran olma. İndi ki Beblə birlikdə bayram işi görürsünüz, topu taparsınız. Beb, nə yekəzi bir naylonu doldurubsan. Göz ol Beb. Heç zat olmadı Beb. Bu zibilləri gərək tez-tez yığışdıraq ki iylənməsin. Nə olub Alet? Bax. Bu bizə öyrədir ki, necə zibilləri bir-birindən ayıraq. Çox gözəl. Elə də çağazları mavi qaba, plastikləri sarı qaba və şüşələri yaşıl qaba atmalıyıq. Beb, oyun zamanıdır. Get zibillərini gətir ki, görək arasına hansı qaba atmalıyıq. Uşaqlar, Bebə yardım edək zibillər öz qablarını atsın. İşlənmiş dərci. Yaxşı. Görəsən bunu hansı qaba ataq? Bərəcanlı uşaqlar, mavi qaba. Yaxşı. Uşaqlar, sizcə bu nuşabə qabı nədən düzəlib? Plastikdir, yoxsa şüşə? Bu səs hətmən plastikin səsidir. Yaxşı, indi hansı qab plastik zibillər üçündür? Doğrudur.
sarı qab. Qaba seri çox gözəl bəb. Sınıq şüşənə şuxluq olmaz. Əlini bətərdən kəsə bilər. Yaxşı. İndi də incərək bunu hara atmalıyıq? Bərəcanlı uşaqlar, yaşıl qaba. Sonunda Olətin basketbol topunu tapa bildiniz? Komodun içinə baxıbsan? Vay! Bəb, yaxşıdır ki bu çirk paltarları yuvasan. Tam doğru deyirsən Olət. Paltarların hamısını bir-birinə qarışdırmayıb, onları gərək ayırıb yuvaq. Ağ paltarlar, rəhlilər və qara paltarlar. Uşaqlar gəlirsiniz paltarları ayırmaqda bəbə yardım eləyək? Elə də ağ paltarları soldakı sələnin içinə salaq. Rəhbərəhlər ortadakı sələyə getsin və qara paltarları da sağdakı sələnin içinə ataq. Bu tişört ağdır, qaradır, yoxsa rəhlidir? Traktor, qəhrəman. Doğru dedin. Qırmızıdır, yəni rəhlidir. İndi bəbimi traktor tişörtünü ara salaq. Ortadakı sələyə. Qal. Bunu ara ataq. Bu qara paltarlardandır. Dayanma bəb, at gəlsin sağdakı sələyə. Saxla, saxla. Bəb, heç ciblərinin içinə baxıbsan. Qal. Yaxşı, indi bunlar haranındır? Evdəki uşaqlar doğru deyir. Bunları sol sələyə at. Bərəcanla. Yaxşı, indi anam paltar yuyan maşını yandırar. Uşaqlar əl vurmasınlar gərək. Dur görək bəb, tənbəllik eləmə. Paltar sərmədən sonra hələ çox işimiz var. Siz iki yoldaş hələ də basketbol topunu tapanmamısınız? Nigaran olmayın uşaqlar. Evin işin görə-görə bir yerdən üzə çıxacaq. Yaxşı, sizlər yer silən fırçasını və isti su ilə sabunu hazırlayıbsınız. Elə də aşpazxananı təmizləmək üçün hər nə hazırdır. Siz işinizdə olun, biz də getdik, hələlik, yenə də sizə baş vurarıq. Uşaqlar, mən Döhtür Pandayam. Mənim amuzeşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Günaydın bəb. Keyfin necədir? Maşın sürüsən düzdür? Elə də nədən dayanıbsan? Anladım, tıxacda qalıbsan. Hələ işimiz var elə də. Deyəsən toyuqlar bətər darıxıb mı? Oynamaq istəyirlər. Nigaran qalmayın, mən başqa bir oyun bilirəm ki, bəbi də incitməyə. Oyunun adı da Baxım Tapım. Baxım Tapım. Baxım Tapım oyunun adıdır. Tıxacda dayanan zaman çox keyf verər bu oyunu oynayaq. Uşaqlar, siz də sevirsiniz Baxım Tapım oynayaq? Bərəcanla, siz də evdən bizimlə oynayın. Qoyun görsədim. Baxım, tapım hər nə üçün mavidir. Sonra siz deyəcəksiniz ki, mavi olanlar nədirlər? Hey! Bərəcanla Tata, bu bulutlu cey mavi rəngində. Alqışlar Tataya. Yaxşı, başqa bir boya. Baxım, tapım hər nə üçün qırmızıdır. Top! Bərəcanla Tata, uşaqlar da dedilər ki, top qırmızıdır. Yazıqlar.
Cəddiç qabağa. Yox. Yenidən dayandım. Üzülmə Mumu. Bir seridə baxım tapım oynayaq. Baxım tapım. Tapım hər nə içi? Yaşıldır. Mənim çizli gözlərim bir yaşıl boyalı bir sadı görür ki, bizə çox yaxındır. Doğrudur Tata. Sən yaşılsan, niyə ki bir tosbağasan? Tosbağalar yaşıl olar. Hey, maşınlar yola düşdü, biz də gedirik. Hələ burada qalmalıyım. Vay, mumucuları çəkdilər. Nə gözəl fikirdi Mumu. Biraz da piyada getmək vərziş olar. Darıxma Ziggy. Mənlə Tata sənə baxım tapım oyunu necədərik. Tapım. Hələlik, uşaqlar, mən Döhtür Pandayam. Mənim omuz videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Salam Beb, salam Amy. Wow! Nə işlər başarırsan Beb? Göz ol balata səncab. Göz ol Beb. Beb, sən yaxçısan? Deyəsən Bebin qıçına bir zat oldu. Meymi dişimə, indi sən təkcə işi içi görməlisən, bu dişi 115-ə zəng atasan. Olət, Meymidir, istirarı bir durumdadır. Bebə parçada bir hadisə baş verib, onlar səni gözləyir ki, yardıma gedəsən. Tez ol Olət. Olət urjansı yetirdi. Deyəsən Olət sınıq bir sümüklə üzbəüz olub. Gərək noxuşu xəstəxanaya aparasan Olət. Ürəyin işinməsin Meymi, sonra Bebi xəstəxanada görərsən. İndi amma onun skateboarduna sap dur. Sümüklərin əksi X əşəsi ilə salınar. Sən bir əlində bir meymunun salim qıçının sümüyünün əksi və bir əlində Bebin sınıq qıçının əksini gətiribsən. İndi bu iki əksi bir-biri ilə tutuşdurub tapacaqsan ki, Bebin sümüyünün hansı bölümü sınıb. Əksləri məxsus işığın qabağında baxmağa sənə yardım eləyək. İşimiz düzdür Olət. Niyə ki, uşlu uşaqlar da evdən bizə yardım eləyəcək. Uşaqlar, siz tapa bilərsiniz sınıq sümük hansıdır? Alsın, əksi işığa tutaq. Yaxşı, meymunların salim qıçının radioloji əksinə baxsaz, görərsiniz ki, ayağın altı qıçın baldırı, yanı sağı ilə oynaq, yanı məfsəl olur. Ki, baldırın tibiya sümüyü, dizlə və dizdə budun sümüyü ilə oynaq olur. Və bu da Bebin sınıq sümüyünün əksidir. Bu əkslə qabaqcı əksin nə fərqi var uşaqlar? Bələ canına. Uşaqlar, siz bu sümüyün adı yadınızdadır? Doğrudur, qıçındakı tibiya sümüyü sınıb. İndiki qıçı cəcə tutuldu, təzlikdə taxtayacaq. Əlinə sağlıq Olət. Göz ol Meymi. Da başqa sınıq sümüklər istəmirik biz. Darıxma Beb, sınıq qıçın təzliklə taxtayacaq. Wow, bax bura. İndi dünyanın ən gözəl gəc tutulmuş qıçı sənindir. Beb olmaya 2 sınıq qızcı elinisən. Biraz yavaşlat. Uşaqlar, mən Döhtür Pandayam. Mənim omuz videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Barış səsi. Günaydın Mumu.
İstersen zencefili pişirəsən. Biraz sərtin içdi. Zencefili şirinisi ilə ev düzəldəcəksən? Necəran alma Mumu. Çəl şəkilinə bir baxaq. Yaxşı. Bu şəkil bizə göstərir ki, necə fərqli şəkilləri bir-biri ilə qatıb ev cürləyək. Ev. Birlikdə işə başlayaq. Əvvəldə bir içi bodli şəkillə evin çəfini cürləyəcəyik. Qorxma Toto. İndi baş taparıq. İçi bodlu şəkillər, yəni o şəkillər ki, safdılar və üç bodlu şəkillər, yəni o şəkillər ki, həcmləri var. Əvvəldə bir içi bodlu mürəbbə tapaq. Elə də içi bodlu mürəbbə saf şəkillərin içində olmalıdır. Yox, o bir həcmli üç bodlu mürəbbə, yəni mükəbdir. Saf mürəbbə tap. Bərəcanla sənə Toto. O bir saf içi bodlu mürəbbədir. İndi evin çəfi əlimizdədir. İndi evin önün, dalısın və duvarlarını tapmalıyıq. Evin hamı duvarları içi bodlu mürəbbə olmalıdır. Saf olsun. Bərəcanla Toto. İçi bodlu mürəbbə, yəni saf mürəbbə. İşin düzdür Toto. Evin düzəltməyə başlayaq. İndi evin tüstü borunu qoymalıyıq ki, evin dalısında olar. Və üç bodlu müstətil onun şəkilidir. Həcmli. Bərəcanla, üç bodlu şəkil, yəni həcmli şəkil. Yox Mumu, o bir üç bodlu mürəbbə, yəni mükəb mürəbbədir. Biz üç bodlu müstətil, yəni mükəb müstətil istəyirik. Toto, üç bodlu müstətilə ki, həcmli bir şəkildir, mükəb müstətil deyərik. İndi bir balaca mükəb tapaq ki, tüstü borusunu başına qoyaq. Olmadı. Özüdür. Üç bodlu həcmli mürəbbəyə biz mükəb deyərik. Bala-bala da işi qoyuruq yerinə. Amma indi dam. Dam içi bodlu bir mürəbbə və üç bodlu müsəlləslərdən düzələr. Sən bilirsən içi bodlu müsəlləs nə cür olar Toto? Doğrudur. Saf müsəlləslər damın dalı qabağında və saf mürəbbələr damın iç önündə olar. İndi Mumunun təkcə işi budur ki, pəncərələri və qapını kəssin və qoysun. İndi evə xama ilə yapışdır Mumu. Səncəfilli ev şirinimiz hazır oldu. Əllərinizə sağlık uşaqlar. İzafə tişələr baharda. Toyuq xanım izafə tişələrlə bir balaca toyuq nini cürləyib Mumu. Yedi. Uşaqlar, mən Döktür Pandayam. Mənim amuzəşi videolarıma barışsəsi.com-da baxıb yoldaşlarınıza tanıtdırın. Uşaqlar, siz tapa bilərsiniz sınıfsımı şansıdır. Olsun, əksi ışığa tutaq. Yaxşı, meymunların salim qıçının radioloji əksinə baxsaz, görərsiniz ki, ayağın altı, qıçın baldırı, yanı sağı ilə oynaq, yanı məfsəl olur. Ki baldırın tibiya sümüyü, dizlə və dizdə budun sümüyü ilə məfsəl olur. Və bu da bəbin sınıq sümüyünün əksidir. Bu əkslə qabaqçı əksin fərqi nədir? Bərəcanla uşaqlar, indi hansı qab plastik sibirlər üçündür? Doğrudur. Sarı qab. Da bu səri çox gözəl bəb. Sınıq şüşənlə şıxlıq olmaz. Sınıq şüşənlə şıxlıq olmaz.
Bərəcan uşaqlar, mavi qaba. Yaxşı. Uşaqlar, sizcə bu nuşabə qabı nədən düzəlib? Plastikdir, yoxsa şüşə? Bu səs hatman plastikin səsidir. Yaxşı, indi hansı qab plastikdən ötürdür? İndi evin tüstübarın qoymalıyıq ki, evin dalısında olar. Və üçbollu müstətil, onun şəkilidir. Həcimli. Bərəcanla, üçbollu şəkil, yana həcimli şəkil. Yox bu mu? O bir üçbollu mürəbbə, yanı mükəb mürəbbədir. Biz üçbollu müstətil, yanı mükəb müstətil istəyirik. Bərəcanla tata, تولید محتوا قلب سئویی هست که میتواند در گوگل رتبه 1 را به شما اختصاص دهد و شما را از رقیبانتان پیشتاز کند و نتیجه این بیشتر شدن مشتریان شما و بهتر شدن کسب و کارتان است. در کسب و کارهای اینترنتی این تولید محتواست که پادشاهی میکند. ما به کمک یک تیم متخصص و با تجربه بهترین محتوا را برای معرفی ویژگی‌های وبسایت شما، معرفی محصولات و خدمات، معرفی مدیر شرکت و هر آنچه که مورد نظر شماست تهیه می‌کنیم. به سایت بارش مدیا رفته و ضمن مشاوره تلفنی رایگان ثبت سفارش کنید و تأثیر تولید محتوا را در کسب و کارتان مشاهده کنید.